Salam, Zehinpod'a xoş gəldin. Bugün səninlə çox maraqlı bir mənbəyə, necə deyim, dərin bir baxış keçirəcəyik. Söhbət keçmiş FBI agenti Joe Navarro və Dr. Marvin Carlins'ın yazdığı məşhur Bədən dili kitabından gedir. Bəli, oradan seçilmiş hissələrə baxacağıq. Məqsədimiz nədir? İnsanların əslində nə düşündüyünü, nə hiss etdiyini anlamaq üçün. O sözsüz siqnalları, bədənin verdiyi mesajları oxumağı öyrənmək. Ay sağ ol. Mənbədən ən vacib məqamları çıxarmağa çalışacağıq. Hazırsansa başlayaq. Başlayaq. Əsas ideya odur ki, bədənimiz, xüsusilə də beynimizin o limbik sistemi dediyimiz hissə var ha? Hə, o emosional beyin. Bəli. O, çox vaxt sözlərdən daha dürüst danışır. Yəni, bizim şuurlu nəzarətimizdən kənarda instinktiv reaksiyalarımızı idarə edir. O məşhur qaç, döyüş ya da don reaksiyaları kimi. Am olaraq. Və bu sistemin siqnalları, yəni bədən dilimiz, çox vaxt həqiqi hisslərimizi ələ verir. Navarro öz FBI təcrübəsinə əsaslanaraq deyir ki, bədənimizin bəzi hissələri daha dürüsttür, yəni yalanı daha çətin gizlədir. Elədir. Və təəccüblü şəkildə ən çox ayaqları vurğulayır. Bax, bu mənə çox qəribə gəldi ilk oxuyanda. Niyə məhz ayaqlar? Maraqlı məqamdır. Bunun təkamül tərəfi var. Düşünsək, ayaqlarımız min illər boyu təhlükəyə qarşı ilk reaksiya verən orqanımız olub. Qaçmaq üçün ya da yerində donub qalmaq üçün. Aydındır. Limbik sistem, yəni o instinktiv beyin, bir təhlükə, narahatlıq və ya əksinə, rahatlıq, sevinç hiss edəndə bu dərhal ayaqlarımıza təsir edir. Məsələn, kimsə xoş bir xəbəri eşidəndə və ya sevdiyi birini görəndə, kitabda buna xoşbəxt ayaqlar deyilir. Hə, maraqlıdır. Bəs əksi, narahatlıq olanda? Əksinə, qəfil bir stres, narahatlıq və ya təhlükə hissi olanda, ayaqlar ya hərəkətsiz qalır, o donma reaksiyası, ya da fərqində olmadan çıxışa, qapıya doğru yönəlir. Sanki qaçmağa hazırlaşır. Deməli, ayaqlar bizim daxili vəziyyətimizi, o anki hisslərimizi çox yaxşı əks etdirir. Bəli, amma çox vacib bir xəbərdarlıq var Navarrodan. Tək bir hərəkətə görə qəti nəticə çıxarmaq olmaz. Yəni, kimsə ayağını qapıya çevirdi deyə mütləq getmək istəyir demək deyil. Bəs necə yanaşmalıyıq? Mütləq ümumi kontekstə baxmaq lazımdır. Və ən əsası, həmin adamın normal, adi vəziyyətdəki davranışlarını bilmək lazımdır. Yəni, onun əsas xətti, baza davranışı nədir? Ancaq bundan sonra dəyişiklikləri düzgün yorumlamaq olar. Aydındır. Yəni, normalda təlaşlı olan adamın ayağını tərpətməsi ilə sakit adamın qəfil bunu etməsi fərqli mənalar verə bilər. Tamamilə. Kontekst və baza davranışı açardır. Yaxşı, ayaqlar çox maraqlı oldu. Bəs bədənin digər siqnalları, xüsusən stres anında etdiyimiz o kiçik, fərqində olmadığımız hərəkətlər var, Yatışdırıcı davranışlar, pacifying behaviors dediyi şeylər. Bəli, onlar. Məsələn, gərgin olanda insanların boynuna toxunması, ya da əlləri ilə dizlərini, ayaqlarını ovuşdurması, bunlar nə deməkdir? Bax, bu çox önəmli sualdır və cavabı qətiyyən bəli deyil. Əsla. Mənbə bunu xüsusilə vurğulayır. Yəni? Bu davranışlar boyuna toxunmaq, alnı silmək, dolaqları bir-birinə sıxmaq, əlləri ovuşdurmaq, o cümlədən o ayaqları sürtmək. Bunlar yalanın sübutu deyil. Bunlar sadəcə narahatlığın, stresin, təzyiqin göstəricisidir. Necə yəni? Niyə edirik bunları? Limbik beyin stres hiss edəndə bədəni sakitləşdirməyə çalışır. Bu toxunuşlar, ovuşdurmalar bir növ özünü sakitləşdirmə mexanizmidir. Avtomatik baş verir. Deməli, kimsə suala cavab verərkən boynuna toxunursa, bu onun yalan danışdığı anlamına gəlməyə bilər. Gəlməyə bilər, hətta çox vaxt gəlmir. Bu sadəcə o deməkdir ki, həmin sual və ya mövzu onda narahatlıq yaradır, stresə salır. Kitabdakı o iş müsahibəsi nümunəsi çox yaxşıdır. Hə, xatırladım, Facebook hesabı haqqında soruşanda. Bəli, namizəddən Facebook paylaşımları barədə soruşurlar və o birdən ayağını yerə sürtməyə başlayır. Bu, onun yalan danışdığını yox, sadəcə o mövzunun onun üçün həssas, narahatlıq verici olduğunu göstərir. Bəlkə nəsə gizlədir, bəlkə də sadəcə məxfiliyindən narahatdır. Deməli, əsas nəticə budur. O yalan danışır demək yerinə özümüzə sual verməliyik. Bu sual və ya bu mövzu onu niyə narahat etdi? Ay sağ ol, fokus yalanı tutmaqda yox, narahatlığın səbəbini anlamaqda olmalıdır. Çox məntiqlidir.
Yaxşı, bəs üzümüz necə? Biz axı üz ifadələrimizi daha çox idarə edə bilirik. Üzümüzü idarə edən daha çox düşünən beynimizdir, neokorteks. Ona görə üz ifadələri aldadıcı ola bilər. Amma mənbə deyir ki, orada da bəzi ipuçları var. Məsələn, o səmimi gülümsəməklə saxta gülümsəmə arasındakı fərq. Hə, səmimi gülümsəyəndə təkcə dodaq kənarları yuxarı qalxmır, gözlərin ətrafındakı əzələlər də qırışır. Gözlər sanki gülür. Saxta gülümsəmədə isə bu olmur. Çox vaxt olmur ya da çox süni görünür. Təkcə ağız hərəkətidir. Gözlər ifadəsiz qalır. Bəs göz bəbəkləri? Onların da reaksiyaları qeyd olunur. Göz bəbəkləri güclü və demək olar ki, tamamilə istəmsiz siqnallardır. Onları idarə edə bilmirik. Maraq, həyəcan, xoşumuza gələn bir şey görəndə göz bəbəklərimiz böyüyür. Sanki daha çox işıq, daha çox məlumat almaq istəyirik. Bəs mənfi hisslər olanda? Təhdid, qorxu, xoşagəlməz bir şey olanda isə əksinə kiçilir. Fokuslanmaq, təhlükəni qiymətləndirmək üçün. Mənbədəki o casus hekayəsini xatırlayırsan? Hə, deyəsən, şübhəli şəxsə bəzi adlar göstərilirdi. Bəli, müəyyən adları eşidəndə və ya şəkilləri görəndə göz bəbəklərinin ani kiçilməsi onun həmin adlarla, şəxslərlə bağlı negativ, təhlükəli bir əlaqəsinin olduğunu, narahatlıq keçirdiyini ələ verirdi. Güclü siqnaldır, amma yəqin ki, burada da ehtiyatlı olmaq lazımdır. Əlbəttə. Unutmayaq ki, göz bəbəklərinin ölçüsünə işıqlandırma kimi xarici faktorlarda birbaşa təsir edir. Qaranlıqda onsuz da böyüyür, çox işıqda kiçilir. Yenə kontekst vacibdir. Bütün bunlardan sonra gəlirik əsas məsələyə, yalanı müəyyən etmək. Navarro deyir ki, bu heç də filmlərdəki kimi asan deyil. Yəni, bir növ canlı yalan detektoru olmaq mümkün deyil. Tamamilə doğrudur. Bu, bəlkə də kitabın ən vacib mesajlarından biridir. Tək bir siqnala, məsələn, klassik yalan danışan burnuna toxunar və ya gözünü qaçırar kimi şeylərə əsaslanıb, kimisə yalancı çıxarmaq böyük səhvdir. Niyə? Bəs bu işarələr heç nə ifadə etmir? Edə bilər, amma tək başına yox. Çünki tamamilə dürüst insanlar da stres altında olanda, həyəcanlananda və ya sadəcə düşünəndə burnuna toxuna bilər, gözünü qaçıra bilər. Bu normal insan reaksiyasıdır. Bəs onda nəyə diqqət etməliyik? Yalanı necə sezmək olar? Əsas məsələ tək bir işarə yox, davranışlardakı ani dəyişikliklərdir. Və bir neçə fərqli siqnalın eyni anda bir yerdə ortaya çıxmasıdır. Navarro bunlara klasterlər deyir. Yəni, bir neçə narahatlıq əlaməti eyni zamanda görünürsə. Məsələn, həm boynuna toxunur, həm ayağını sürtür, həm də göz təması qurmursa. Bəli, bu artıq daha güclü bir göstərici ola bilər, amma yenə də narahatlığın göstəricisidir. Mütləq yalanın yox. Ən əsas meyar isə insanın dedikləri ilə bədən dilinin uyğunsuzluğudur. Ziddiyyət. Məsələn, kimsə yox mən etməmişəm deyir, amma eyni anda başı ilə çox yüngül, bilinməyəcək qədər təsdiq işarəsi verir. Və ya hə, əlbəttə kömək edərəm, amma bədəni gərginləşir, qollarını çarpazlayır. Bax, bu uyğunsuzluqlar çox vacib siqnallardır. Deməli, sözlərlə bədənin dedikləri üst-üstə düşməlidir. Və bir də Navarro vurğulayır ki, insanları rahat, təzyiq olmayan bir mühitdə müşahidə etmək lazımdır. İttihamçı, sorğu-sual atmosferində hər kəs əsəbi, hətta yalançı kimi görünə bilər. Rahat mühitdə isə normal davranışlar və onlardan kənara çıxmalar daha aydın görünür. Yaxşı, gəl onda bir yekun vuraq. Bütün bu detallardan, bu mənbədən çıxan əsas fikir, əsas götürüləcək məqam nədir? Məncə əsas mesaj budur ki, bədənimiz daim danışır, hə? Bəli, dayanmadan ünsiyyətdədir. Və əgər biz diqqətlə müşahidə etməyə öyrənsək, xüsusilə o daha dürüst siqnallara, ayaqlara, sonra o yatışdırıcı davranışlara, stres göstəricilərinə və ən əsası insanın normal halından kənara çıxmalara fokuslansaq, o zaman qarşımızdakı insanın daxili vəziyyəti, həqiqi hissləri haqqında çox dəyərli ipuçları əldə edə bilərik. Sözlərin demədiyini anlaya bilərik. Düzdür. İnsanları daha yaxşı anlamaq üçün güclü bir alətdir. Tamamilə razıyam. Əgər başqalarının bədən dilini anlamaq üçün konteksti və onların normal halını bilmək bu qədər vacibdirsə, bir anlıq dayan və düşün. Görəsən sənin özünün bədən dili vərdişlərin fərqli situasiyalarda heç fərqində olmadan başqalarının səni necə qəbul etməsinə necə təsir edir? Bu da maraqlı sualdır. Özümüzü müşahidə etmək.
Bəli, bu mənbə, bu biliklər təkcə başqalarını deyil, həm də özümüzü daha yaxşı anlamaq üçün bir güzgü rolunu oynaya bilər. Öz siqnallarımızı anlamaq ünsiyyətimizi də daha səmimi, daha effektiv edə bilər. Çox gözəl yekun oldu. Bu dərin müzakirə üçün təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Və əziz Zihin Pod dinləyicisi, ümid edirik ki, bugünkü söhbətimiz sənin üçün də faydalı və maraqlı oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi və Zihin Pod kanalına abunə olmağı unutma ki, belə məzmunlardan xəbərdar olasan. Növbəti dəfə görüşənədək.